أعوذ بالله من الشيطان الرجيم. من كان يريد العاجلة عجلنا له فيها ما نشاء لمن نريد ثم جعلنا له جهنم يصلاها مذموما مدحورا ومن أراد الآخرة وسعى لها سعيها وهو مؤمن فأولئك كان سعيهم مشكورا كلا نمد هؤلاء وهؤلاء من عطاء ربك وما كان عطاء ربك محظورا انظر كيف فضلنا بعضهم على بعض وللآخرة أكبر درجات وأكبر تفضيلا لا تجعل مع الله إلها آخر فتقعد مذموما مخذولا وقضى ربك ألا تعبدوا إلا إياه وبالوالدين إحسانا إما يبلغن عندك الكبر أحدهما أو كلاهما فلا تقل لهما أف ولا تنهرهما وقل لهما قولا كريما واخفض لهما جناح الذل من الرحمة وقل رب ارحمهما كما ربياني صغيرا ربكم أعلم بما في نفوسكم إن تكونوا صالحين فإنه كان للأوابين غفورا وآت ذا القربى حقه والمسكين وابن السبيل ولا تبذر تبذيرا إن المبذرين كانوا إخوان الشياطين وكان الشيطان لربه كفورا. Esselamu Aleyküm ve Rahmetullah. Yunus, mən oxuduğum səhifədə daha çox sukunun və tənvinlərin üç qaydasına rast gəlmək olur. Sukunun və tənvinlərin hökmlərində üç qaydaya rast gəlmək olur. Bunlar ishar, idğam və ixfa qaydalarıdır. İshara misal olaraq وَمَنْ أَرَادَ الْآخِرَةِ kəlməsini misal gətirmək olar. Burada sukununun وَمَنْ sukununundan sonra əradə həmzə gəlmişdir və burada ishar qaydası baş verir. Sukunundakı n səsi aşkara çıxaraq oxunur və bu barədə Süleyman Əl-Cəmzuri öz Tuhfetül Ətfal əsərində buyurmuşdur. Fəl-əvvəlül izharu qablə əxrufi lil-həlqi sittin ruttibət fəl-tə'rifi. Müəllif buyurur ki, sukunun və tənvinlərdən sonra 6 boğaz hərfi ilə rastlaşarıqsa, sukunun və tənvinlərdəki n səsi aşkara çıxaraq oxunar. Və bu hərflər həmzun fəhəun sümmə aynun həu muhmələtəni sümmə qaynun xau. Müəllif bildirir ki, bu hərflər həmzə, ayn, qayn, hə, xa və hə hərfləridir. İkinci qayda olaraq idğam qaydası. İdğam qaydasına misalda limən nuridu sümmə cealnə. Limən nuridu kəlməsində sukununundan sonra nun hərfi gəlmişdir və burada idğam qaydası baş verir. İdğam qaydası sukununun və tənvinlərdən sonra 6 hərf yə, ra, mim, ləm, vav, nun hərfləri gələrsə, sukununun və tənvinlərdəki n səsi oxunmaz, daxil olar bu 6 hərfin içərisinə daxil olar və 6 hərf şəddələnərək oxunar. Və bu barədə Süleyman Əl-Cəmzuri buyurmuşdur. وَالثَّانِ إِدْغَامٌ بِسِتَّةٍ أَتَتْ فِي يَرْمَلُونَ عِنْدَهُمْ قَدْ سَبَتَتْ. Müəllif buyurur ki, sukunun və tənvillərdən sonra 6 hərf gələrsə,
sukunlu nun və tənvinlərdəki n səsi oxunmaz və bu 6 hərf şəddələnərək oxunar və bu hərflər də yərməlun kəlməsində cəm olmuşdur. Yəni yə, ra, mim, ləm, vav, nun hərfləri. Üçüncü qayda, ixfa qaydasına misal olaraqsa, mən kənə yuridul acilə kəlməsini misal gətirmək olar. Burada da sukunlu nundan sonra kəf hərfi gəlmişdir. Kəf hərfi də ixfa hərflərindən olduğu üçün burada ixfa qaydası baş verir. Sukunlu nundakı n səsi kəf hərfinin içərisində gizlədilərək oxunur. Oxunma qaydası isə bu cürdür. Mən kənə yuridul acilə şəklindədir. İxfənin 15 hərfi vardır. Müəllif Süleyman Əl-Gəmzuri öz əsərində ixfa barəsində buyurmuşdur. Fi xamsətin min bə'di əşri ramzuhə fi kilmi həzəl beyti qaddəmməntuhə. 15 hərflə qarşılaşarıqsa, sukunlu nunlu tənvinlərdən sonra 15 hərflə qarşılaşarıqsa, sukunlu nundakı və tənvinlərdəki n səsi bu 15 hərfin içərisində gizlədilərək oxunar. Və bu hərfləri aşağıdakı beytin hər bir sözün ilk hərfində qeyd etmişdir. Sif zə sənə kəm cədə şəxsun qad səmə dum tayyibən zid fi tuqanda zalimə.